Əziz müsəlmanlar, hamınızı Allahın salamı ilə salamlayıram. Bilirsiniz ki, bugün biz artıq Ərəfə günündəyik və Zülhiccənin ilk 10 gününü artıq tamamlayırıq. Və bu barədə Əbu Qatadə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə bir hədis rəvayət edib. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə eşitdim. Ərəfə günü oruç tutmaq bir il əvvəlin və bir il sonranın günahlarına kəffarədir. Yəni, Ərəfə günü oruç tutan Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə əsasən bir il əvvəl və bir il sonraki günahları bağışlanır. Yəni, Zülhiccənin ilk 10 gününü artıq tamamladıq və bu ilk 10 gün hətta bəzi hədislərə əsasən alimlər deyir ki, Ramazanın son 10 günündən daha xeyirlidir. Ramazanın son 10 günündən daha xeyirlidir Zülhiccənin ilk 10 günü. Və Ərəfə günü barəsində də alimlər deyir ki, bu gün edilən duaların heç birisi geri qaytarılmır. Ərəfə günü bilməyənlər üçün deyim, Qurban bayramından bir gün əvvəl həmişə olur, yəni bu dəyişmir. Həmişə Qurban bayramından bir gün əvvəl Ərəfə günü sayılır. Bu gündə oruç tutmaq, Quran oxumaq və ən əsası da Allaha çoxlu-çoxlu dua etmək. Hətta alimlər Qədr gecəsindən də xeyirli olduğunu deyiblər. Nəyə görə? Çünki Qədr gecəsi yalnızca gecə vaxtı dualar qəbul olursa, gecə vaxtı ibadət etmək əfsəldirsə, Ərəfə günü isə gecədən başlayaraq bütün günü, Ərəfə günü bitənə qədər fəzilətlidir. Və yəni gündüz vaxtı da edilən dualar Qədr gecəsində edilən dualar kimidir, hətta ondan da fəzilətlidir. Ona görə çoxlu dua edək. Və Ərəfə günü başqa nələr edilir? Onları deyəcəm. Oruç tutaraq qarşılamaq. Bayaqlar dedik ki, Allahın izni ilə 2 ilin günahlarına kəffarədir. Sübh namazını cəmaatla məsciddə qılmaq. Sonra dərhal yerindən qalxmağa tələsmə. Namazdan sonra zikirlə məşğul ol. Zikr et, Quran oxu, istiğfar elə, çoxlu-çoxlu Allahdan bağışlanma diləmək. Fürsətdir, dualardan sayılır istiğfar eləmək, Allahdan bağışlanma diləmək, tövbə etmək. Peyğəmbər sallallahu aleyhi ve səlləmə salavat gətir, çoxlu-çoxlu salavat gətirmək və günəş çıxana qədər gözlə, sonra 2 rükət namaz qıl. Quranı günün boyunca tərk etmə. Bu günü Quran oxumaq təbii ki, daha çox savaba səbəb olur, savab qazanmaq olur. Bu gün Allahın kəlamı olmadan keçməməlidir. Çox dua et. Özün üçün, valideynlərin üçün, ailən və ümmət üçün dua et. Ən səmimi şəkildə. Ağlayaraq Allaha yönəl. La ilahə illallah zikrini çox de. İstiğfarı artır. Çünki bəzən illərlə çəkdiyin günahı bir səmimi tövbə silə bilər. Və günümüzün bəlası telefon və boş şeylərdən uzaqdır. Günəş batmağa yaxın tək qal və dua et. Əllərini qaldır, ağla və Allaha yalvar. Bəlkə də bu an sənin azad olma anıdır. Qarşıdan gələn bayramınızı da təbrik edirəm. Əssəlamu aleykum.